döş qəfəsi divarında, kürək nahiyəsində, bezli uşaqların bez olduğu hissələrində irinlər yarana bilir. İnfeksiya dəyərlərinə baxmaq lazımdır. Əgər yüksək bir infeksiya dəyəri görürsə, bu zaman anus bölgəsində uşaqlarda irinli xəstəliklər olur ki, 1 yaşın üzərində bir uşaqda əsasında tez-tez təkrar edirsə. Salam, hər vaxtınız xeyir. YouTube kanalımızda maarifləndirici videolarımıza davam edirik və abseslər, yəni irinlər, uşaqlarda xüsusilə bilirik ki, anus bölgəsində, saçlı dəridə, döş qəfəsi divarında, kürək nahiyəsində, bezli uşaqların bez olduğu hissələrində irinlər yarana bilir. Yəni dəri irinləmələri, abseslər yarana bilir. Mən çox uzun danışmaq istəmirəm, amma maarifləndirici danışmaq istəyirəm. Əsas məsələ odur ki, uşağın altda yatan bir problemin varmı, yoxmu? Məsələn, immun sistem problemi olan uşaqlar var ki, onlarda aylarca sağalmayan irinli proseslər olur. İrinlər yaranır dərisində, abseslər yaranır. Yaxud da bəzi bağırsaq xəstəlikləri var ki, xoralı kolitdir, misal üçün daha çox Kron xəstəliyi dediyimiz xəstəlikdir. Bu zaman anus bölgəsində uşaqlarda irinli xəstəliklər olur ki, fistulalara səbəb olur, bağırsaqla dəri arasında bir yol yaranır, oradan nəzis gəlir və s. Bu daha ağır formalardır. Bir də var ki, uşağın misal üçün yerini qaşıdı, infeksiya keçdi, dərisi ola bilər, yaxud da uzun müddət bez təması oldu, orada bir yara yarandı və orada infeksiya oldu, dəridə bir irinləmə oldu. Bu yumuşaq toxuma abseslərində daha öncə daha aqressiv yanaşılırdı. Kitabı olaraq da mütləq şəkildə geniş spektrumlu antibiotiklər verilərdi. İrin abses görülürdüsə, o uşaq mütləq şəkildə həmin gün abses boşaldılırdı. Amma indi bilirik ki, abseslərdə qan analizləri, yəni irinli iltihab proseslərdə bir qan analizi baxıb infeksiya dəyərlərinə baxmaq lazımdır. Əgər yüksək bir infeksiya dəyəri görürsə, antibiotik müalicəsi verilə bilər. Amma irinli prosesi sonlandırmaq üçün o absesi, irini boşaltmaq da məqsədə uyğundur. Sadəcə daha öncə böyük kəsiklərlə bunu edirdiksə, indi isə aspirasiyalar daha çox məsləhət görür. Aspirasiya nə deməkdir? Geniş bir iynə ilə, yerli ağrı kəsilər etməklə həmin o irini oradan iynə ilə boşaltmaq, yəni aspirə etmək. Bunun da üstün cəhətləri var. Üstün cəhətləri nədən ibarətdir? Birincisi, kəsiklə olduğu zaman sağalma prosesi uzanır. İkincisi, araşdırmalar göstərir ki, xüsusilə anus bölgəsindəki irinli iltihab prosesləri kəsərək boşaltdığımız zaman deşiklərin, yəni fistulaların yaranma riskini artırmış oluruq. Ona görə tövsiyə olunan odur ki, onları aspirə edərək, yəni ağrı kəsici olunmaqla, istər anesteziya altında, ümumi anesteziya altında, sedasiya altında və ya böyük uşaqlarda yerli keyicilər vasitəsilə, kremlər vasitəsilə oranı tam keyitdikdən sonra boşaldaraq onu, yəni iynə ilə boşaldaraq antibiotik müalicəsi başlanması tövsiyə olunur. Digər bir məsələ isə xüsusilə anus bölgəsində olan irinli iltihab proseslər 1 yaşın üzərində bir uşaqda əsasında tez-tez təkrar edirsə, bu zaman MRT müayinəsinin olunması da tövsiyə olunandır. Çünki o irinli proses anus ətrafındakı əzələ qatı içərisinə uzanmış ola bilər. Orada anadan gəlmə bir kanal olmuş ola bilər. Bu kanalın bağırsaq və bağırsaq ətrafı ilə əlaqəsi olmuş ola bilər, yaxud da anadan gəlmə qalıq bir bağırsaq toxuması qalmış ola bilər, orada inkişafdan qalmış ki, bu heç bir zaman zaten antibiotiklə keçməyəcək. Yəni, bəlli bir müalicələrdən sonra, aylar və ya müəyyən müddət sonra yenidən təkrarlayacaq. Ona görə bu məsələlərdə standart yanaşma yox, xəstənin irinli iltihabi prosesinin lokalizasiyasına görə, yəni harda olmasına görə və xüsusiyyətinə görə yanaşmaqda fayda var və YouTube kanalımıza abunə olmanızı xahiş edirəm. Bu sizin bizim videolarımızı izləmənizə köməkçi olacaq. Təşəkkürlər.